qadın dünyaya gələn gündən, dünyadan köçən günə qədər, yəni həyatı boyu daim müqəddəslik ünvanını daşıyır. Bu heç kəsə nəsib olmaz. Bax, dünyaya gələn kimi bir kişinin ciyərparasıdır. Kiminsə qızıdır, ciyərparası, ürəyinin yarısıdır. Biraz keçir və yaxud elə həmən zamanda da hansısa bir kişinin bacısıdır, namusu, qeyrətidir. Biraz keçir kiminsə xanımıdır, əyalıdır, iffətidir, birinin gəlinidir. Fikir verin, ünvanlara bax, ünvanlara bax. Gör Allah sizə nə verir, anaların, bacıların. Bu sizin üçün ancaq iftixar eləməyə yaraşar, iftixara, fəxrə yaraşar ki, fəxr eləyəsiniz.